Uçuşan ürəklər. Pritça. O, güllərin və çiçəklərin olduğu çəmənzarın ortasında idi. Yaxından bulaq səsi gəlirdi. Ağ qiyafədə olan qanatlı bir varlıq göydən yavaşca onun yanına enib onu salamladı. Cənnətə xoş gəlmisən. Mən ölmüşəm. Yox, sən yuxudasan və gördüklərinin hamısı, həmçinin mən, cənnət mələyi, sənin yuxundayıq. Mən niyə buradayam? Allah yaxşı əməl sahiblərinə, onların düz yolda olduqlarına təsdiq kimi yuxuda onlara cənnəti göstərir. Belə onları müjdələyəcəyi cənnəti daddırır. Cənnət mələyinin dedikləri onun qəlbinə sonsuz bir rahatlıq gətirdi. Ətraf inanılmaz gözəlliklərdən ibarət idi. Güllər üzərində uçuşan quşlar və kəpənəklərlə yanaşı, ürək formasında və ölçüsündə al-qırmızı rəngli ruhlar da uçuşurdular. Bu qanatlı ürəklərin özəlliyi o idi ki, onlar qəfil peyda olduqları kimi, bir müddətdən sonra qəfildə yox olurdular. O, cənnət mələyindən bu uçuşan ürəklər haqqında soruşdu. Mələk onlara baxıb dedi: İnsanların ruhu yalnız onlar dünyasını dəyişəndən sonra bura düşə bilir. Amma yeganə istisna var. Əskər balasını qucaqlayan anaların ürəkləri, balalarını qucaqladığı an bədənlərindən ayrılıb buralarda uçuşurlar. Mən məmnuniyyətlə kəpənəklərlə uçuşan ürəklərə baxdım. Uzaqdan xoruz səsi eşidildi. Deyəsən, mən yaşadığım məkanda səhər hələ indi açılırdı. Hümbəd Həsənoğlu.